Mr. Epstein, how long have you been sexually attracted to underage minor females? Objection, harassing, argumentative. Are you kidding? No, I mean, I don't feel like I'm divulging any secrets here, right? Move to strike. Jeffrey Epstein milyarder investordur. 2000-ci illərin əvvəlindən yüksək səviyyəli maliyyə dairələrində siyasət və mədəniyyət elitası ilə əlaqələr qurub. Lakin sonradan onun adı azyaşlıların seksual istismarı və insan alveri ilə bağlı federal istintaqlarla əlaqələndirilərək beynəlxalq qalmaqala səbəb oldu. Epstein 2008-ci ildə Florida ştatında cinsi sui-istifadə və azyaşlılarla bağlı ittihamlar üzrə mühakimə olundu. Lakin prokurorluqla əldə edilən razılaşma nəticəsində yüngül cəza alaraq cəmi 13 ay həbsdə saxlanıldı və bu müddətin böyük hissəsini həbsxanadan kənarda keçirtdi. Bu, ictimaiyyət və xüsusən də hüquq ekspertləri arasında geniş tənqidə səbəb oldu və ədalət sistemi qarşısında bərabərlik prinsipi ilə bağlı ciddi suallar doğurdu. 2019-cu ilin iyulunda Epstein cinsi alver, insan alveri ittihamı ilə yenidən həbs edildi. Bu dəfə ittihamlar azyaşlı qızların ticarəti ilə bağlı idi və federal məhkəmə sistemində davam edirdi. Həmin ilin avqustunda Jeffrey Epstein New Yorkdakı federal həbsxanada ölü tapıldı. Onun özünü asaraq intihar etdiyi rəsmən təsdiqlənsə də, ictimaiyyət arasında inamsızlıq səngimədi. Çünki nəzarət kameralarının qeydləri və digər hüquq mühafizə materialları ictimaiyyətə tam həcmdə təqdim edilmədi. 2026-cı ilin yanvarında Birləşmiş Ştatlar Ədliyyə Nazirliyi Epstein Files Transparency Act qanununa əsasən artıq ictimaiyyətə təxminən 3,5 milyon səhifəyə yaxın sənəd paketi, 2000 video və 180 min foto təqdim etdi. Bu, Epstein fəaliyyəti üzrə ən geniş ictimai arxiv hesab edilir. Sənədlərə federal araşdırma materialları, daxil olan yazışmalar, uçuş qeydləri, hüquqi yazışmalar və s. daxildir. Əksər foto və videolar redaktə olunmuş formada yayımlanıb. Ədliyyə Nazirliyi bu addımı zərərçəkmişlərin şəxsiyyətlərinin qorunması üçün atdığını bildirib. Lakin açıqlanıb ki, ilkin yayımlanan materiallarda həssas şəxsi məlumatlar düzgün redaktə olunmamış və bu hissələr sonradan geri çəkilmişdi. Zərərçəkmiş qruplar və bəzi qanunvericilər açıqlamanı natamam və qeyri-kafi adlandıraraq sənədlərin tam şəkildə paylaşılmasını tələb ediblər. Sənədlər təkcə foto və video materiallarla məhdudlaşmır. Bura rəsmi axtarış və mülkiyyət sənədləri, prokurorlarla vəkillər arasındakı yazışmalar, uçuş qeydləri və digər kommunikasiya növləri də daxildir. Bu isə araşdırmanın miqyasını aydın şəkildə ortaya qoyur. Bəzi tanınmışların adlarının sənədlərdə keçməsi onların cinayətlərlə əlaqəli olması anlamına gəlməməlidir. Trumpın adı və müxtəlif sənədlərlə bağlı istinadlar, o cümlədən uçuş qeydiyyatlarında və yazışmalarda görünə bilər. Sənədlərdə bu tip materiallar olmaqla birlikdə bu yazışmalar və qeydlər onun cinayətlə bağlı ittiham olunduğunu sübut etmir. Açıqlanan fayllarda Elon Musk və digər biznes liderləri ilə Epstein arasında müxtəlif yazışmalar və əlaqələr qeyd olunub. Musk özü bəzi məktubların yanlış şərh oluna biləcəyini söyləyib və rəsmi ittihamlarla üzləşmir. Şahzadə Andrew da sənədlərdə adı keçən tanınmış şəxslərdən biridir. Amma onun barəsində də rəsmi ittiham yoxdur. Ədliyyə Nazirliyi açıqlanan sənədlərdə zərərçəkmişlərin təhlükəsizliyini qorumaq məqsədi ilə redaktələr apardığını bildirsə də, İlk yayım zamanı bəzi həssas foto və şəxsi məlumatların redaktəsiz qalması ciddi hüquqi və etik müzakirələrə səbəb oldu. Bir çox zərərçəkmiş bu açıqlamanı tənqid etdi. Konqres üzvləri də sənədlərin tam açıqlanmaması ilə bağlı Ədliyyə Nazirliyinə sərt suallar ünvanladılar. Bəzi siyasətçilərin də mövqeyi sərt oldu. Bu proses yalnız Epsteinin şəxsi fəaliyyəti ilə məhdudlaşmır. Eyni zamanda Birləşmiş Ştatlar hüquq sistemində şəffaflıq, cinayət istintaqlarının aparılma qaydası və güc sahibi şəxslərlə bağlı araşdırmaların necə həyata keçirildiyi kimi fundamental sualları da gündəmə gətirdi. Epsteinin New York, Florida və Karib adalarında olan mülklərinə dair müxtəlif görüntülər var.
Bəzi video və fotolar istintaq materialı kimi qeydə alınıb. Lakin onların konteksti və tam mənası rəsmi olaraq təsdiqlənməmişdi. Bu materiallar media və hüquqşünaslar tərəfindən geniş şəkildə analiz edilir. Müstəqil ekspertlər isə onların bəzilərinin hüquq müstəvisində istifadəsi üçün araşdırıldığını bildirirlər. Ədliyyə Nazirliyinin açıqladığı fayllar içərisində istifadə olunan görüntülər yalnız rəsmi istintaq dövründə toplanmış materiallardır və daha çox istintaq kontekstində qiymətləndirilməlidir, spekulyasiya üçün yox. İctimai reaksiya və siyasətçilərin mövqeyi. Epstein sənədlərinin açıqlanması ictimai müzakirəni genişləndirib. Zərər çəkmiş qruplar sənədlərin qismən gizlədildiyini və hələ çox hissəsinin açıqlanmadığını deyir və tam açıqlama tələb edirlər. Konqresin bir qismi Ədliyyə Nazirliyinə seçmə açıqlama siyasəti ilə bağlı sərt tənqidlər edib. Bəzi qanunvericilər əlavə araşdırma və tam sənədin açıqlanmasını tələb edirlər. Digər tərəfdən hüquq ekspertləri bildirirlər ki, şəxsi həyatın toxunulmazlığı və zərər çəkmişlərin hüquqlarını qorumaq da hüquqi məsuliyyət tələb edir. Bu isə açıq sənədləşdirilmə ilə bağlı çətin tarazlıq yaradır. Bu, yalnız bir şəxsin cinayəti ilə bağlı məsələ deyil. Hüquq sistemi, güc strukturları və media şəffaflığı ilə bağlı geniş sosial müzakirələrdir. Hazırda açıq olan sənədlər istintaq və məhkəmə prosesini tamamlamır. Bu sənədlər beynəlxalq jurnalist tədqiqatçıları, hüquqşünaslar və zərər çəkmiş hüquq müdafiəçilərini daha çox araşdırma aparmağa vadar edir. Konqres daxilində qanunvericilik təşəbbüslərinə yol açıb ki, sənədlərin tam açıqlanması və şəffaflıq standartlarının artırılması nəzərdən keçirilsin. Rəsmi məhkəmə prosesləri hələ də davam edir və yeni hüquqi addımlar mümkünlüyünü saxlayır. Bu sənədlər qısa müddətdə qapanacaq bir mövzu deyil. Onlar daha geniş hüquqi və sosial izlər buraxır. Jeffrey Epsteinin işi yalnız bir şəxsin cinayət işi deyil. Bu, hüquq sisteminin çalışmaması, elit dairələrin araşdırılması və hüquqşünaslıq prinsiplərinin tətbiqi ilə bağlı uzun müddətli jurnalistik araşdırmadır. 2026-cı ilin yanvarında açıqlanan milyonlarla sənəd bu işi daha da mürəkkəbləşdirib. Çünki onlar yalnız konkret epizodlara dair faktlar deyil, həm də hüquqi və ictimai müzakirələri ortaya qoyur. Adları sənədlərdə keçən şəxslərin heç biri rəsmi cinayət ittihamı ilə üzləşməyib və bu sənədlər cinayət sübutu deyil. Onlar hüquqşünaslar və jurnalistlər üçün araşdırma materiallarıdır. Epstein işinin ortaya çıxmasını qərb mədəniyyəti üçün bir zərbə hesab edənlərin sayı da az deyil. İllərdir insan hüquq və azadlıqları, uşaqların parlaq gələcəyini əsas hədəf kimi göstərən söz sahiblərinin adının uşaq zorakılığı və qətlləri ilə hallanması şok effekti yaradıb. Uşaqlar cinsi istismara məruz qalıb. Müxtəlif ritualların yerinə yetirilməsi üçün əzablarla öldürülüblər. İddialarsa səngimək bilmir. Bəziləri iddia edirlər ki, yaşı 3-ə qədər olan oğlan uşaqlarına hormonal iynələr vurulub. Bu da LGBT-nin yaydığı yanaşmanı məhz bu qaranlıq dairələrin işi olduğuna işarə ola bilər. Digər şok iddia isə pandemiyanın əvvəldən planlaşdırıldığı ilə bağlıdır. Bu işdə isə Bill Gatesin adı hallanır. 2017-ci ildə onun Epsteinlə pandemiyaya hazırlıq barədə söhbətlərini əks etdirən sənədlərin olduğu deyilir. Bu iş ətrafında maraqlı məqamlar çoxdur. Konspiroloqlar da iş başındadır. İddialardan biri, fotolara baxaq. Bura Epsteinin adası, digəri Nickelodeon'un logosu. Qərbə gəlmir, başqa bir şeyə nəzər yetirək. Pinokyo'nun bir seriyasında belə bir dialoq var. Yaramaz uşaqları toplayıram. Yaramaz uşaqları? Onları Zövq adasına aparacağım. Zövq adası? Bəs qanunlar? Heç bir risk yoxdur. Çünki ora gedən uşaqlar heç vaxt geri qayıtmır. Sizcə bu ssenarilər, göstərilən seriallar, cizgi filmləri, bədii filmlər vasitəsilə bizə əvvəldən göstərilir? Suallar çox, cavablar az. Hər halda araşdırmalar çox şey üzə çıxaracaq. Bunun üçün zamana ehtiyac var. Bu qalmaqal uzun müddət hüquqi, siyasi və ictimai diskussiyaların mərkəzində qalacaq.